Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram və öncədən xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız və eyni zamanda hamınızı Müstəqillik günümüz münasibəti ilə, 107-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bayrağımız həmişə uca olsun, dövlətimiz var olsun. Dünya durduqca bayrağımız və dövlətimiz dursun, dalğalansın bayrağımız. Əziz dostlar, dəyərli izləyicilər, əlbəttə ki, biz günün mövzularını müzakirə edəcəyik. Müstəqillik günümüz, bugün Laçında olan zirvə toplantısı Pakistan, Türkiyə və Azərbaycan. Amma öncə istəyərdim bir məsələ haqqında keçək. Bilirsiniz, ötən həftənin cümə günü Seyid Talih Boradigahının xüsusi ittiham qaydasında Cahandar Bayoğlu'nun məhkəməyə verməsi ilə bağlı Nəsimi rayon məhkəməsində Elməddin Hüseynovun hakimliyi ilə məhkəmə iclası keçirildi və məhkəmə müraciəti rədd etdi. Eyni zamanda Cahandar Bayoğlu'nun vəkil xərclərinin də şikayətçi tərəfindən, Talih Boradigahı tərəfindən ödənilməsi haqqında qərar qəbul etdi. Əziz dostlar, dəyərli izləyicilər, mən də bu məhkəmə prosesində iştirak edirdim və o qədər ciddi hadisələr baş verdi ki, mən istəyirdim ki, bu hadisələri məhz Cahandar bəylə olan verilişdə danışım. Belə ki, məhkəmənin fasiləsində, indi Cahandar bəy özü danışacaq, məhkəmə qərar çıxartmaq üçün fasilə verərkən Cahandar bəy qarşı tərəfə Talih Boradigahıya sual verdi ki, bəs siz niyə axı Amılıya qarşı bir dəfə də fikrinizi bildirməmisiniz, gedib orada konsert verirsiniz filan. Özü və yanında bir nəfər gəlmişdi. Mən buradan hüquq mühafizə orqanlarına, aidiyyatı qurumlara müraciət edirəm. Həmin məhkəmənin iclasının fasiləsi də qeydə alınıb. Onu göstərməyin, xahiş edirəm. Ondan videoyu verməyin. Bəli. Deməli, qeydə alınıb. Yanında bir nəfər amilinin vəkili gəlmişdi. Üzərimizə az qala hücum çəkə ki, siz burada şəxsiyyətlərin adını hallandırmayın. O şəxsiyyət kimə deyirdi? Amiliyə mi deyirdi? Bunu hər halda lazımi qurumlar məhkəmə iclasının fasilə zamanı olan söhbəti izləyərlərsə, görərlər ki, bu Seyid Tohid Boradigahı kimi yanında gətirmişdisə, o adam kimdir ki, o amilini belə müdafiə edirdi. Yaxın dəqiqələrdə bu məhkəmə iclasından olan biz söhbəti Turan Hərəkatının başqanı Cahandar Bayoğlu ilə izləyəcəyik və sizdən xahişim odur ki, yayımı bəyənib paylaşın. Siz də fikirlərinizi yazın və eyni zamanda da bugün böyük bir, möhtəşəm bir gündür. Mən heç istəməzdim ki, bugün də bu Tohid Boradigahı haqqında, onun yanında gələn adamlar haqqında danışaq, amma nə edək ki, bunları da demək lazımdır. Hər vaxtınız xeyir. Cahandar bəy, sağ olun, Zahir bəy, şəxsinizdə hər kəsi salamlayıram. Başarılı yayınlar diləyirəm və təbii ki, bugün Azərbaycan tarixinin ən parlaq günlərindən biridir. Bağımsızlığımızın elan olunduğu gündür 1918-ci ildə və Azərbaycanın bağımsızlıq simgəsini göylərə qaldıran dönəmin aydınları və onların lideri Məhəmməd Əmin Rəssadəni biz bugün rəhmət və şükranla yad edirik. Aynı zamanda bütün Azərbaycanı, Türk dünyasını Azərbaycanın bağımsızlıq günündən dolayı təbrik edirik. Məhəmməd Əmin bəy dediyi kimi bir kərə yüksələn bayraq bir daha enməz fikrindən onu deyə bilərik ki, bəli, bayrağı indirmək istədilər. Çağdaş gənclik və çağdaş Azərbaycan bu bayrağı yenidən qaldırdı və bir daha enməyə qoymadı və mən də inanıram ki, və hər kəs artıq bunu belə görür və tarixi proseslər də onu göstərir ki, Azərbaycan bayrağının bir daha enmə şansı yoxdur. Əksinə, daha çox yüksəklərə qalxma şansı Azərbaycan bayrağındadır. Sınırları böyüyən bir Azərbaycan və daha çox ərazilərdə özünə yer alan və Azərbaycanın əslində sınırlarımız böyüməyib, biz haqqımız olanı, suverenliyimizi bərpa edirik. Yox, biz ondan danışmırıq. Sınırları genişlənən deməliyik, sınırları bərpa olunan deməliyik. Bəli. Çünki bu sınırlarımız Qarabağdan ibarət deyil. Söhbət gedir Batı Azərbaycan dediyimiz indiki İrəvan ellərindən, Qarayazıdan gedir, Dərbənddən gedir, Kəngərdən gedir, Xorasan ellərindən gedir,
Və təbii ki, elə Azərbaycan ki, o Azərbaycanda üç rəngli bayrağın dalğalanması haqqdır və təbii ki, 1918-ci ildə dalğalanan bu bayraq 80 dönəmin 104.000 kvadrat kilometrində dalğalanırdısa, artıq yaxın gələcəkdə 1 milyona yaxın bir ərazidə bu bayraq öz gerçək yurdunda dalğalanacaq və təbii ki, biz bu bayrağı hətta Zahir bəy istədiyi yerə tikməyə bacaracağıq. Bu bayraq bizə desin ki, məni bura tik, biz onu ora tikəcəyik. Bu baxımdan da təbii gözəl bir gündür, mən hər kəsi bir daha təbrik edirəm. Çox sağ olun. Və eyni zamanda təbii ki, bugün və dövrümüz elə bir dövrdür ki, ziddiyyətli olaylar eyni gündə baş verir. Bir olay o birisi olayı doğurur və o olay olması, o olayın baş verməsi də təbii ki, mümkünsüz görünür. Bugün Azərbaycan işğalda olmasaydı, böyük bir qismi bir faşist çətənin, fars faşist çətənlərində olmasaydı, bir Təbriz sarayından danışmazdıq. Biz elə Təbriz, Bakı bir yerdə öz sorunlarını çözərdi. Və təbii ki, bugün Qarabağın azad olunandan sonra Laçın şəhərində ay yıldızlı bayrağımızın dalğalanması və havalanın açılması bir bayram şölənidirsə, bu bayram şöləninin də gerçəkləşməsi torpaqlarımızda yad elli güclərin yaşaması bir zaman səbəb olmuşdur ki, biz onu bugün bayram kimi qeyd edirik. Amma təbii ki, bu ziddiyyətlər içərisində Azərbaycan ən gözəlliyi odur ki, bayramlar dönəmini yaşayır. Dünənə qədər məğlubiyyətlər, işğal günləri Azərbaycanı gündəmini dəyişirdisə, bugün bayramlar artıq Azərbaycanın gündəmini dəyişir. Dünənə qədər fars faşist çətələrinin yanında bütün türk düşmənləri bizə qarşı mücadilədə bizim üzərimizə gəlirdisə, biz daha çox duruş gətirməkdə çətinlik çəkirdisə, bugün onlar bizim duruşumuzdan narahatdırlar və əzilirlər. Bizim duruşumuz onları məhv edir. Bizim duruşumuz, yüksəlişimiz onları sıradan çıxarır və belə bir qarşı durmalar, ziddiyyətlər içərisində də təbii ki, görürsünüz ki, Azərbaycanda məhkəməyə verilir. Mən o zaman da dedim ki, bu mənim məhkəməyə vermək deyildi. Bu Azərbaycanda məhkəməyə verməkdir. Çünki Cahandar Bayoğlu nəyi müdafiə etmişdi Azərbaycanı? Cahandar Bayoğlu kimi müdafiə etmişdi? Azərbaycan dövlətinin Cumhurbaşqanını və Azərbaycan dövlətinin atributlarını, doğru mu? Cahandar Bayoğlu Azərbaycanı savunduğuna görə Azərbaycan düşmənləri Cahandar Bayoğlu'nun üstünə gəldi. Amma haradan gəlirdilər? Dünənə qədər Qum mərkəzli fars düşmənləri Ərdəbildən üstümüzə gəlirdilərsə, bugün məhkəmədə şahid oldunuz. İstanbuldan üstümüzə gəlməyə başladılar. Nə məsələ idi? Özgündüz kim? Neydi adı? Səlahiddin Özgündüz. Zahir bəy, bu Azərbaycan tarixi, çağdaş Azərbaycan tarixini dərindən izləyəndə bir neçə dəfə hadisə olub. Moskva və Tehran faşizmi Azərbaycana çalışıblar Türkiyə üzərindən gəlsinlər Türk kimi. Bir neçə dəfə hətta dövlət çevrilişi etmək istəyiblər. Tehran və Moskva. Amma elə bir fon yaratmaq istəyiblər, desinlər ki, bax, bunu edən Türkiyədir. Və təbii ki, Türkiyə dərin dövləti də və dövlət ağlı bunun bilincində olduğuna görə o fitnələri zamanında əzə bilib. İndi də fars faşizmi öz ağlına, cılız ağlına uyğun olaraq İstanbuldan üstümüzə gəlir ki, desin ki, mən deyiləm, bu Türkiyədir. Təbii ki, siz özünüz gördünüz ki, məhkəmə prosesində Talih Boradigahı, xahiş edirəm onun haqqında video verməyin, amma onun haqqında danışanda amılının videosunu göstərsinlər, xahiş edirəm. Yəni onun özünü yox, amılını göstərin video kimi. Hər kəs görsün ki, heç bir fərqləri yoxdur bunların. Xahiş edirəm, mən Talih Boradigahı adı çəkəndə siz amılıdan video verəsiniz. Rica edirəm. Məhkəmədə gördünüz, Zahir bəy, qarşı tərəf, mən dəfələrlə açıqlama vermişdim ki, mən bu şəxsi hədsiz dərəcə daha sərt tənqid etdiyim, üstünə getdiyim zamanlar olub, onun səsi tıp çıxmayıb. Sual vermişdim proqramımızda, yadınızda mı? Dedim, əcaba, xeyr ola bu, biraz da yumuşaq formada bunu sərtdim, amma məni məhkəməyə verdi. Burada nə var?
özü sirri açdı məhkəmədə. Gördünüzmü? Bəli. Deyir Cahandar bəy Bakı TV-də çıxış eləyib mənim adımı çəkəndə mən Səlahiddin Özgündüzlə bir yerdə idim. Bəli. Mən onu nə demək istəyirdi? Demək istəyirdi ki, mən Ərdəbildə deyil idim, İstanbuldaydım. Elə dedi də İstanbulda Mənə bildirmək istəyir ki, mən demişdim ki, o bu günlərdə İran adlanan Azərbaycanın Türkiyə ilə sınır bölgələrinə gedir. Açıqlama vermişdim. Hə. O da dedi ki, bu doğru demir. Həmin gün mən İstanbulda Səlahiddin Özgündüzlə bir yerdə idim. Cahandar bəy televizorda danışırdı. Eyni zamanda dözə bilmədi. Dedi ki, biz orada qərar aldıq ki, məhkəməyə vermək lazımdır. Biz deyəndə bu kimi nəzərdə tuturdu? Səlahiddin Özgündüz, mister, qum uşağı, sən Türkiyə dövlətinin vətəndaşlığını daşıya hansı kirli oyun içindəsən, onu xalq bilmir, amma mən bilirəm. Sənin haqqında bir neçə dəfə açıqlama vermişəm. Qum uşağı Səlahiddin Özgündüz Türkiyədə şiələr adına camilərdə oyun çıxardan böyük fırıldaq. Bəlkə biz biri təhqir eləməyək. Azər bəy, hansı təhqirdən, yəni siz artıq maddə qoyursunuz ki, təhqir. Hansı təhqirdən mən danışıram? Mən ona deyirəm ki, eşidirsinizmi? Uşaq deyirsiniz, qum uşağı. Qum uşağıdır da. Qumda təhsil alıb, eğitimini orada alıb, nə deyim ona bə? Orada alıb. Əlbəttə onun təhsili qum təhsilidir. Və eyni zamanda bunu bu günə qədər tam detaylı danışmamışam, amma bu gün açacağım. Zar bəy, Azərbaycan bağımsızlığının qazanda Azəri sözü ən çox bizə hardan gəldi? Türkiyədən. Niyə? Əgər bizi Azəri deyən fars faşistidirsə, Azərbaycan türklərinin Azəri olması uğrunda milyardlar xərcləyən fars faşizmidirsə, ən çox Azəri sözünü Türkiyədə biz nədən eşitdik? Bunun bir düşündü mü bizim millətimiz? Bunun açarı bilirsiniz necədir Zahir bəy? Sovetlər dönəmində biz qapalı bir ölkədə yaşayanda qum məktəbi türklərin, yəni Azərbaycan türklərin Azəri olması haqqında böyük kitablar yazıblar, kəsrəvilər var, bilirsiniz tarixdə, Azəriliyin müəllifləri var, böyük ideoloqlar burada çalışıb ki, farslarla türkləri eyni millət halına gətirib bütövləşdirsinlər. Nə fars deyirlər, nə türk. Nə deyirlər? Azərilər. Azərilər kimdir? Bugün İran adlanan Azərbaycanda bir zümrə insanlar var ki, fars kökənlidirlər, onlara Azərilər deyilir. Bizə də Azəri deyirlər ki, kəsrəvini gələn bir nəzəriyyədə, Zahir bəy, desinlər ki, siz türk dilində danışan fars kökənlisiniz. Yəni, Azərbaycan türkləri, türk deyil. Sadəcə türk dilində danışan farslardır. Bəli. Bu, İranda, Türkiyədə, biz qapalı ölkədə yaşamışıq, Türkiyədə necə yayılıb? Qum uşağı ev. Və qumdan qidalanan İran agenturası Türkiyədə Azərbaycan türkləri içərisində Şiə məzhəbinə aid olan insanlar haqqında kütləvi sürətlə yayıblar ki və təbliğ ediblər. Milyardlar xərcləyiblər ki, siz Azərisiniz. Onlar da hamı sözlərini Azəri deyiblər. Qarsa gedək, İqdıra gedək, Sünnilər özünə tərəkəmə deyir, ya da yerli deyir. Amma ikisi Azərbaycan türkü da, Şiələr olur Azəri. Sünni olan tərəkəmə yerli türklər daha çox sünni olduqlarına kürdlərlə bir yerdədirlər, Azərilərini dedikləri şiələrlə üz-üzə gəlirlər. Məqsəd məzhəb qarşıdurmasından gedir. Türkiyədə Azəri eləməkdə bu Səlahiddin Özgündüzün böyük rolu olub. 30-40 ildir bu sektanın içindədir, Zahir bəy. O qədər yəni. Bəli. Yaşlı adamdır da yəqin. Artıq onun bir 70-ə yaxın yaşı var, Zahir bəy. Ciddi deyirsiniz. Siz biri araşdırın, dəqiq onun doğum tarixini. Tanımadığım üçün. Səlahiddin Özgündüz çıxartmadığı oyun qalmayıb. Və eyni zamanda onlar Şiə məzhəbindən olan Azərbaycan türkləri özlərini Azəri dediyinə görə Zahir bəy 68 yaşı var. 68 gördünüz? Tuzluca doğumlu. Tuzluca doğumlu İqdır. Bəli. Zahir bəy Türkiyə xalqı da görüb ki, bunlar özlərini Azəri deyirlər, onlar da Azərilər deyib.
Onlar da deyir ki, bəli, biz Azəriyik. Və belələ Türkiyə insanlarında Azərbaycan türklərinə Azəri demək vərdişi yaranıb. Azərbaycan da Cumhuriyyətə bağımsız olanda Türkiyədən gələnlər də başladı biz Azəri deməyə. Həm Azəri deməkdə məqsədləri odur ki, siz sünni deyilsiniz, şiəsiniz və İran məzhəbindən yaxınsınız, İranla eyni dini məfkürənin daşıyıcılarısınız. Bunun qaynağı haradır? Qum. Türkiyəni azərləşdirənlərin ən böyük liderlərindən biri də bu adamdır. İndi görün, Türkiyədə türkləri azəriləşdirmək, bir qismini də ələviləşdirmək, Türkiyədə etnik türk yapısını parçalamaq ya yox. Kimlərə xidmət edir? O ayrı bir mövzudur. Təbii ki, birinci Qum mərkəzinə. Qum mərkəzi haranındır? O ayrı bir mövzudur. Təbii ki, onun arxasında daha böyük güclər durur. O ayrı bir mövzudur. Mən Candır bəy, mən istəyirəm məhkəmədən davam edeyim. İndi mən ona gəlirdim. Qeyd elədi ki, üzr istəyirəm, Talih Boradigahı bəyəfəndi orada qeyd elədi ki, dedi, siz bilirsinizmi ki, Azərbaycandan hansı dövlət məmurları Səlahiddin Özgündüzün qəbuluna gəlir? Eşitdiniz də o sözü? Sağır bəy, indi mən xahiş edirəm aidiyyatı qurumlardan həmin məhkəmə iclasında fasilədə deyilən bu sözləri baxsınlar və araşdırılsın. Bu Səlahiddin Özgündüzü hansı dövlət məmurları qəbul edir? Səlahiddin Özgündüz Qum məktəbinin nümayəndəsi İran agenturasının generalıdır. Bu da sabah deyəcəklər ki, bu şəratımız. Nə şəratısın? Versin məni bir dəfə Səlahiddin Özgündüz məhkəmədə görüşək. Səlahiddin Özgündüz vermişdi məhkəməyə. Yox, Talih Boradigahın adından vermişdi. Talih orada, Talih bəy. O dedi ki, bir yerdə. Bəli. İndi mən də deyirəm, özü versin. Eşitirsinizmi? Mən deyirəm, o sən Qum məktəbinin generalısan, o da sübut eləsin ki, mən general deyiləm. Mən niyə sübut eləməliyəm ki, o generaldır? O sübut eləsin ki, mən general deyiləm. Söhbət bundan gedir. Bugün də bu məsələlər açılmalıdır, Zahir bəy. Azərbaycan və Türk dünyası bilməlidir ki, içində nə kimi yaralar yetişdiriblər. Və o yaralar nə vaxt partladılıb, millətin beynini zəhərləyəcəklər, onun haqqında anlayış olmalıdır. Nədən bu göndəriblər İstanbuldan üstümüzə gəlsinlər? Desinlər ki, İranın burada əli yoxdur. Biz elə əgər kiminsə adamıyıqsa, Türkiyənin adamıyıq. Anladın mövzu nədən gedir? O Qumda olanda məni məhkəməyə vermir, İstanbulda olanda məhkəməyə verir. Ki, desinlər ki, əgər biz kiməsə bağlıysa, deməli o Türkiyədir. Türkiyədirsə, onda siz bizi niyə ittiham edirsiniz İranla? Anlayışını ortaya qoyurlar. Zahir bəy, bu vətəndaşın İstanbulda daha kimlərlə görüşdüyü haqqında bir şəkil atmışdı. Mesela kimlər var idi orada? Hansı şəkil deyirsiniz? Qırmızıgül, Məhsum Qırmızıgül, Mübariz Mənsimov. Bildim, şəhid anasının adını çəkmir. Yox, çəkmirəm. Amma Zahir bəy, gördünüz, dediniz şəhid anasının adını çəkməyin. O nə dedi orada? Dedi ki, mən şəhid ailələrini ziyarət edən adamam, onların yanında olan adamam. Yadınızdadırmı? Bunlar bizim duyğularımızı istismar edirlər. Şəhid adını istismar edirlər. Şəhid analarına şəkil çəkdirirlər. Onun üzərindən Tehran fars faşizmin ideoloji prinsiplərini həyata keçirirlər. Bizim şəhid anaları da bilməlidir ki, Zahir bəy, kutsal Azərbaycan uğrunda mücadiləmizdə yad güclərin əlinə silah verməsinlər. Onların adından Azərbaycana açılan ateşlərə mərmi verməsinlər. Mən bunu da deməyə borçluyuq. Gördün, daha kimlərlə oturub durur İstanbulda? Və nə demək istəyir? Açıq-açığına da mənə dedi ki, sən Səlahiddin Özgündüz böyük ilahiyyatçı alimdir, şəxsiyyətdir. Siz onun haqqında niyə elə danışırsınız? Dedim, mən Səlahiddin Gündüzü 30 ildir tanıyıram. Dedi, ola bilməz. Dedim, sən nə bilirsən, mən orada olmuşam. Mən Səlahiddin Gündüzü Xalqalıda, camidə görüşəndə sən elə məktəbə getmirdin. Mən bilmirəm ki, kim kimdir, nə oyun oynayır, kimlə oturub durur, hansı oyunları oynayır. Türkiyənin içərisində Cəfərli adı altında İran sektasını yaradıb, Ələvi cəmiyyəsinin içərisində də fərqli bir siyasi təşkilatlanma gerçəkləşdirib,
Türkiyəni içərdən sarsatmaq istəyən siz deyilsiniz. Sayın Erdoğan nə demişdi? Demişdi zamanında Şəxadayı Osmanlı içdən və dışdan sarsıdırdı. Yadınızdadır? Bugün Şah İsmail adına, Qızılbaş adına, Ələvi adına, Şii adına Türkiyəni içdən sarsıdanlar kimdir Zahir bəy? Salahaddin Özgündüzlər. Ələvi camiasında da qurulmuş İran sektası. Türkiyə dövləti elə bir siz bunu bilmir. İndi də bu deyir ki, mən Salahaddin Özgündüzlə bir yerdəydim, qərar aldıq ki, mən artıq bu dəfə sizi məhkəməyə verim. Mən də, xatırlayırsan, Salahaddin Özgündüzü açıq formada çox aşağılayıcı onun haqqında sözlər dedim. Ya xatırlayırsınız mı? Bəli. O da dözənmədi, az qaldı orada üsyan eləsin. Sonra dedim, Amurlu kimdirsən onun? Amurlu bununla başladı belə, dedim Amurlu haqqında bir dənə söz dedi, xoşa gəlməz, deyəcən Azərbaycanın əleyhinə niyə işləyirsən demədi. Yadınızdadır mı? Yanındakı adam hücum elədi. Qalxdı dedi ki, şəxsiyyətlərin haqqında adını çəkir burada onları müəyyən mən fikir yaratmayayım. Boradigahı, xahiş edirəm Amanın videosunu qoyun. Boradigahı Talih. Sən bilmirsən ki, mən 35 illik mücadiləm Tehran fars faşizmin mahiyyətini açmaq və onları şillələməklə məşğul olub. Mən bilmirəm Tehran nə ilə nəfəs alır, faşizmi hansı mərkəzlərlə işbirliyindədir, Azərbaycana qarşı hansı mərkəzlərdən işləyirlər. Mən bilmirəm Qum mərkəzli fars faşizmin ideoloji beyni İran adlanan Azərbaycanda mərkəz olaraq Ərdəbili seçib başına amalını qoyub, Türk dünyasında da İstanbulda Salahaddin Özgündüzü seçib, mən bunu bilmirəm. Eyni mərkəzdən Azərbaycana, Türk dünyasına qəsd planı hazırladıqlarını mən bilmirəm. Mən ondan danışıram. Talih Boradigahı, sən bunu bilməzsən, sən çocuqsan bu sayədə, səni kullanırlar. Hələ bəlkə də bugün sən nəyin uğrunda mücadilə apardığını fərqində deyilsən, amma mən sənin xəbərdarlıq edirəm. Azərbaycan düşmənlərinin əlində kukul olmayın. Tək ona demirəm, Zahir bəy. Nə qədər o cürə, bəlkə də dini duyğularından yararlanıb bunları kullanırlar. Amma mən onlara xəbərdarlıq edirəm ki, arxa planda böyük fitnələr var. Siz onlara alət olmayın. Vasitəyə çevirilməyin deyirmək istəyirəm. Və bu məhkəmədən də gördünüz. Azərbaycanın dik duruşulu dövlət iradəsini də gördünüz. Zahir bəy, gördün mü? Bəli. Hakim, təbii ki, Azərbaycan dövləti adına Azərbaycan bayrağını və Azərbaycan gerbinin altında verdiyi qərara da diqqət etdiniz. Orada o məni müdafiə etmədi, Zahir bəy. Azərbaycan dövləti müdafiə etdi. O bildi ki, Azərbaycanı ayaqlamaq istəyən güclər Azərbaycanı Azərbaycanda məhkəməyə verə bilməz. Və elə də oldu. Mən də buradan o Boradigahıya deyirəm, biraz da düşüngünə. Bəlkə də bu sənin son şansındır. Amma bir daha Amılının yanından, mamılının yanından çıxsan artıq məndən incimə, ha. Bu da və sən Azərbaycanla uçub başqa bir planetə gedəcəksən. Bununla mən sənə xəbərdarlıq edirəm. Bura düşmən güclərin meydançası deyil. Bura Azərbaycandır. Burada Azərbaycan uğrunda mücadilə aparan oğlanlar danışır. Siz onlara qarşı dil uzada bilməzsiniz. Siz çökərsiniz. Sıradan çıxarsınız. Ağıllı olun, bu ölkədə yerinizi bilin. Candır bəy, gəlin bu məqama diqqəti çəkin. Buyurun, Zahir bəy. Mən istəyirəm bu barədə, bu ciddi məsələ idi. Yəni, bu adamların ifşa olunması lazımdır. Onun yanında gələn kim idi ki, amilin? O məhkəmənin orada görüntülərdə qalır. Hüquq mühafizə orqanlarından biz müraciət edilir, məhkəmə prosesi izlənsin. Orada özünü saxlaya bilmədi. Saxlaya bilmədi, çünki mən onu elə ifadələr işlətdim ki, o dözə bilmədi. Fır-fır-fırranda ayağa qalxdı, o səs və görüntülər qayıtdadır. Bəli. Hüquq mühafizə orqanları onları alsınlar, ora gələnləri sorğuya alsınlar. Bu Boradigahı Talihin də özünü sorğuya alsınlar. Çox onda informasiyalar var. Özəlliklə Qumun növbəti mərhələdə İstanbul üzərindən məzhəbçilik qızışdırıb Türk dünyasını bölmə uğrunda mücadilədə Türk-Azərbaycan ziddiyyətlərini yaratmaq uğrunda mübarizədə bir vasitə olduğunu buradan bəyanlayıram. Dövlət qurumları nəzərə alıb onu sorğuya alsınlar və bu
gənci də qorusunlar. Yazıqdır, gedib böyük xataların içinə girməsin. Onu Azərbaycan dövləti xilas eləsin, bir neçə il izolyasiya etsin, qorusun ki, o xatalı işlərə daha girə bilməsin və gələcək nəsillərini də sual altında saxlamasın. Orada sonra Səlahiddin Özgündüzlə Azərbaycan dövlət... Yox, Cahir bəy, mövzu oradan nədən gedir? Bu İran çətəsi Azərbaycan dövlətinin, siyasi partiyaların, ayrı-ayrı qurumlarda uzun illərlə bir sektası var da, bilirsiniz. Hər yerdə çoxdular. Onlar dünənə qədər Quma gedib gələrdilər, rahat dillənmirlər. İndi onları yönəldilər İstanbula, Küba, bunlar Türkiyəyə gedirlər. Qardaş Türkiyə Cümhuriyyətinə, amma orada İttihatın generallarla görüşürlər. İndi Azərbaycan, siz demiş, Azərbaycan dövlət yetkililərindən görən Səlahiddin Özgündüzünə görüşən kimdir? Və Boradigahıya söz verən kimdir ki, sən bu dəfə məhkəməyə ver, biz Bakıdakı cüzümüzdən istifadə edib canındar həbs elətdirəcəyik. Söz verənlər var. Zahir bəy, bu ölkədə Səlahiddin Özgündüz, sən kimlə əməkdaşlıq eləyirsən Bakı şəhərində, onların adını verəcəksən. Buradan mən Türkiyə Cumhuriyyətinin Dış İşlər Bakanı Sayın Hakan Fidan'a müraciət eləyirəm. Səlahiddin Özgündüzün bütün fəaliyyəti araşdırılsın. Səlahiddin Özgündüz üzərindən böyük bir xatalı hərəkətlənmə var. Türkiyə dövləti onu nəzarətə götürsün. Türkiyə Cumhuriyyətini fars faşizmi içdən və dışdan sarsıda bilməsin. Və təbii ki, bu belə bir niyyət gerçəkləşənməz. Bakı şəhərində, Azərbaycanda biz varıq. Azərbaycanımızın bütünündə İran adlanan Azərbaycanın böyük əksəriyyət olan türk övladları var. Bu fitnələri darmadağın edəcək, onun şərəfli övladları var. Ona biz imkan verməyəcək onsuz da. Amma artıq dövlət mexanizmlərimiz hərəkətə getməlidir, Zahir bəy. Həm Türkiyədə, həm də Azərbaycanın Cumhuriyyətindəki bu fitnəkarların hamısının qarşısı alınsın. Bu Boradigahı işi deyil, Zahir bəy. Bu heç amıl işi də deyil. Bu heç Səlahiddin Özgündüz işi deyil. Bunların hamısı burada elemandır. Bunların arkasında daha böyük güclər durur. Onları qumu idarə edən güclər durur, Zahir bəy. Küresel mafya durur bu işin arkasında. Türk dünyasını mezhepçiliklə bölme siyaseti durur. Hele Deli Petro'nun dövründen İngilizler Petro'nu örgütlemişler ki mezhepçiliği kızıştırsınlar Türk dünyasını parçalamak için. İslam dünyasını işgal eləmək için mezhepçilik üzerinden hareket edeceksinler. Bu da onların bugün el-altıları da bunların hamısı. Səlahiddin Özgündüz də el-altıdır. Amılı da mamılı da hamısı el-altıdır. Onlar böyük güclərə kuklalık edirlər bugün. Biz onların hamısında xəbərdarlıq edirik. Bugün Azərbaycanın diş duruşlu, Türk dünyasının diş duruşlu siyasetini yürüdən böyük dövlət onurğası bugün meydandadır. Gücü meydandadır. Qalib bir Azərbaycan var, qalib Türkiye var. Orta Doğunu şəkilləndirən bir Türk dünyası var. Bugün Laçından dünya meydan okuyan bir Türk İslam beyannaməsi var, duruşu var. Bunun karşısında hiç kim durabilmez. Bunun karşısında fars faşizmi diş çökəcək mutlak olsa bu yıl çökəcək Zahir bəy. 2025-ci ilin dekabr ayına kadar fars faşizmi zar ağlama sonunda, diş çökmə sonunda mən sizə deyirəm, hələ üstümüzə gəlir, hələ məni məhkəməyə verir. Azərbaycanda məhkəməyə verir. Bunu yedirtməzlər. Bunu heç bir şərəfli Azərbaycan dövlət məmuru qəbul edə bilməz. Azərbaycan dövlət başçısını təhqir elə. Adanziyə qədər nə gəldi danış, sonra bir kuklanı qabağa ver, onun üzərindən Azərbaycanın sinir nöqtələrini yoxla görüm, refleksi var ya yox, özünü müdafiə eləyə bilir ya yox. Siz görəcəksiniz Azərbaycan dövləti özünü necə qoruyur. Hər gün görəcəksiniz, hər addım başı görəcəksiniz. Azərbaycanın hər addımında siz bunu hiss edəcəksiniz. Azərbaycanın qappazı hər gün sizin başınıza dəyəcək. Alçaq faşizmi 200 yılda oyun oynuyordun. 1000 ildir sən bölgəmizdə Türk millətinə qarşı böyük bir xəyanətin içərisindəsən. Hasan Sabbah'dan bu yana haşhaşilər cəryanının içərisində hər cürə fitnə törədən sizi biz darmadağın edəcəyik. Hasan Sabbah'ın qoyduğu o fitnə cəryanı Londondan idarə olunan o faşizm darmadağın olacaq. Biz də buradan Londona deyirik.
Şəxsən mən Londona deyirəm, yığışdır bu fitnələrini, ya Azərbaycanla, Türk dünyasıyla dost olacaqsan, ya da bu fitnəkarları çəkib ayağına bağlayacaqsan, məhv edib yola salacaqsan. Qarşımızda dura bilməyəcəksən. Bugünkü Laçındakı zirvə toplantısına gələk Candar bəy, fikirlərinizi alaq bu haqda. Zahir bəy, başlığı da qoymuşuq, Şah İsmail'dan Laçın zirvəsinə, doğru mu? Bəli. Bunu mən seçdim. Bəli. Hər kəsi sual doğurur. Şah İsmail'ə müəyyən mənada necə deyirlər, sərt ifadələr işlədən Erdoğan bugün Laçına gəlir və eyni zamanda oradakı açıqlamasına diqqət elədiniz, başdan başa bir Türk dünyası, Azərbaycan sevgisi. Beynində, şuurunda, dilində, danışığında adam soru verir. Necə olur ki, Şah İsmail haqqında o sözü deyən bugün həm də Laçından Azərbaycana sarım sarılır və belə bir sevgi ilə Azərbaycan haqqında danışır. Bu necə olur? Sualı toplumu dərin düşündürür, doğrudur mu? Bəli. Bu nəinki Azərbaycanda, Türkiyədə və bütün Türk dünyasında maraqlı bir görüntüdə təzzat yaradır. Mən istəyirəm ki, biz ona çaq. Bugünkü Laçından danışan Sayın Erdoğan o gün Şah İsmail haqqında sözləri niyə dedi? Sualı hər kəsi düşündürür, doğru mu? O doğrudan mı Şah İsmail aşağılamaq istəyirdi? Və gerçəkdən mi aşağılayırdı? Sualı düşündürür hər kəsi. Hər kəs də bilir ki, Şah Xatay, Şah İsmail böyük Türk imperatorudur. Azərbaycan Türk dövlətinin başçısıdır. Böyük ziyalımızdır, şairimizdir, fikir adamıdır. Dırnağına qədər Türkdür. Bu niyə bir cürə onun haqqında fikirlər səslənməlidir və eyni zamanda nə baş verir sualı hər kəsi maraqlandırır. Mən zamanında bəzi məqamlara açıqlama vermişdim. Amma bugün istəyirəm tam mənada açıqlama verəm ki, əslində Sayın Erdoğan Şah Xətaydan, Şah İsmail'dan danışanda bir isyan edirdi. Nədən? Qum mərkəzli Fars faşizmi Şah İsmail üzərindən Türkləri Azəriləşdirib Farslarla eyni etnik kökə daşıyan bir siyasət əl ataraq Ərdəbildə ayrı-ayrı şəhərlərdə Şah İsmail Xətayı üzərindən Şah İsmail bəyanatı verərək Türk dünyasının üstünə gəlirsə, bunun da ən bariz nümunəsi 29 dekabr tarixli Ərdəbil toplantısıdsa, o toplantı olanda Azərbaycan ziyalıları haradaydı Zahir bəy? Azərbaycan ziyalıları bugün bülbül kimi ötən Şah İsmail aşıqları haradaydı? Niyə demirdilər amalı, mamalı? Sən kimsən Şah Xatay haqqında bəyanat verirsən? Sən kimsən onu savunursan? Fars faşizmin haqqı var mı buna deməyi bacardılar mı? Yox. Nə oldu bəs? Sayın Erdoğan kimi, danışan kimi hamınız bülbül kimi ötdünüz. Amma siz Ərdəbil toplantısından sonra hamınız ayağa durmalıydınız. Fars faşizmin gözünü deşməliydiniz ki, siz Şah İsmail'dən danışma haqqınız yoxdur. Fars faşizminin heç haqqı yoxdur. Amma bugün Fars faşizmi Şah İsmail adı altında məzhəbçiliyi dərinləşdirib Azərbaycan türklərindən Fars millətini birləşdirib Azərbaycan türklərini azəri edib yeni bir millət ortaya çıxardıb və onları da Şia adı altında yeni bir millətin üzərindən siyasi bir figur yaratmaqla Türkiyəmizə qarşı qoyursa və biz buna susuruqsa və bunun mahiyyət haqqında danışmırıqsa, Sayın Erdoğan haqlıdır. O deməli deyir ki, o zaman da iki böyük dövləti üz-üzə qoyub İslam və dışdan sarsıtmaq istəyirdilər. Bugün də o siyasət davam edir. Amma bugün ilk növbədə Azərbaycan türkləri danışmalı olduğu yerdə, Şah İsmail'ə sahib çıxmalı olduqları yerdə, Fars faşizmin düz alnının ortasından vurmalı olduqları yerdə susurlarsa, Sayın Erdoğan etiraz bəyanatı verir. Və etiraz bəyanat verir ki, siz ya Farsın yanındasınız, ya Türk'ün yanında, ya Türksünüz ya da Farssınız, cavab verin deməkdir. Siz də qalxıb deməliydiniz ki, Sayın Erdoğan, biz Türk'ük, Fars faşizmi qələt eləyir demədiniz.
Amma Sayın Erdoğan'a dil uzattınız Azərbaycanda. Reportajlar hazırladınız televizyonlarınızda. Bakı şəhərində reportajlar hazırladınız ki, Şah İsmail haqqında Sayın Erdoğan belə deyib. Sizin münasibətiniz nədir? Siz ictimai rəy yaratmaq istəyirdiniz. Türkiyə dövlətini Azərbaycan dövlətinə qarşı qoymaq istəyirdiniz. Siz Fars faşizmin kulalığını edirdiniz Bakı şəhərində. Mən bunun hamısını aid edirəm. Hələ bəziləri çıxırdı ki, bu indi güva siyasətçidir. Sayın Erdoğan əleyhinə danışmaq istəmir. Cahir bəy bilir. Sayın Erdoğan'ın müşavirləri ona yanlış bilgiler verib. İndi istəyirlər ki, Sayın Erdoğan'ın yanlış olduğunu desinlər. Amma bunu Sayın Erdoğan özü istəmir. Ona yanlış bilgi veriblər, o Şah İsmail tanımır. Amma hər kəs bilməlidir ki, İslam tarixini çağdaş alimləri içərisində onlardan daha güclü bilənlərdən biri Sayın Erdoğan'dır. Sayın Erdoğan İslam dinin içərisində yaradılmış məhzəbçilik hansı güclər xidmət edir, nəyə xidmət edir, onu Adancıya qədər bilən adamdır. Şah Xətai və Sultan Səlim arasında olan savaşın mahiyyətini alimlərdən güclü bilən adamdır. Çaldıran savaşının mahiyyətini hamıdan güclü bilən adamdır. Ona müşavir lazım deyil. Cənab siyasətçilər, danışığınıza fikir verin. Amma siz araşdırmalıydınız. Acaba Erdoğan niyə bu fikirləri səsləndirdi? Demeliydiniz və onun üstünə yeriməliydiniz. Bacarmadınız. Amma bugün təbii ki biz bunu deməyə borçluyuq Zahir bəy. Sayın Erdoğan heç yerdə Şah İsmail'i həqarət eləməyib. Diqqət eləmişsiniz. Şah cümləsini eynən sizə deyirəm. Çaldıran savaşında Osmanlı'nın bütünlüğüyle danışır. Kürtler, Ərəblər, Türklər bir yerdə oldu, zəfər qazandı. Bu bir gerçək ki, olmayan çaldıran savaşı varsa, orada qalib Sultan Səlim də Osmanlı dövləti. Doğru mu? Burada təqarət var mı? Yox. İkinci, Sayın Erdoğan deyir ki, Şah İsmail o zaman İslam və dışdan Osmanlı dövlətini sarsıdırdı. Orada yanlışlıq var, yox. Hardasa Şah İsmail Xətaini təhqir edən bir fikir səsləndirib, yox. Səfəvi dövlətini təhqir edən bir fikir səsləndirib, yox. Qarşı durmanı yaradan dış güclərin iki böyük Türk imperiya arasında fitnə obrazına münasibət bildirib. Münasibət bildirib ki, o fitnəkarlar iki dövləti üz-üzə qoyub, iki dövləti arasında olan böyük Türk millətinin övladlarını qırdırmaq istəyiblər. İkinci Zahir bəy, çaldıran savaşında Fars faşizminin ən böyük ideologlarının biri Raufupur var. Ələkbər Raufupur. Mənim də əleyhimə bir neçə dəfə İran televizyonlarında danışıb. Fars faşizmin Xamneyinin də müşaviridir. Fars faşizmin məzhəbçilik üzərindən Sünni və Şiə məzhəbi arasında çatışma yaradan ən böyük fiqurlardan biri sayılır. Bu Məkkə ziyarətində İranlılarla və Ərəblərlə digər İslam dövlətlərinə gələr arasında müharibələr düşür, onlarla adam ölür. Bax, o çatışmanı təşkil edən adamlardandır. Raufupur bilirsin nə deyir? Açıqlama verir. Deyir ki, Şahın 30-40 minlik ordusu və 100 minlik Səlimin ordusundan üz-üzə gəldi. Yaxşı, Şah özünüz deyirsiniz 30 min, 40 minlik Şahın ordusu olub. Necə olub ki, 200 min adam ölüb Zahir bəy? Bax, arxeoloji qazıntı aparsınlar da çaldıran ərazisində. Oradan gəlib çoxlu kəmiklər çıxar, düzdürmü? Keçsinlər, araşdırsın, oradan kəmik çıxacaq. Zahir bəy orada 2000 adam ölmür. Böyük faciə yaradan, Türk düşmənciliğini yaradan beyin mərkəzləri olub, çaldıran savaşını faciə çeviriblər. Məhəllə toqquşmasından başqa bir şey deyil çaldıran savaşı. Və eyni zamanda Şah Xətainin özü həmin savaşda axıra qədər vuruşmayıb. Görüb ki, bu savaşda qardaş qırğınlığı geri çəkilib. Sultan Səlim də qırğına getməyib. Təbrizə gəlib, Türkmən boyları, bütün Türk insanları Sultan Səlimi gülçə ilə qarşılayıblar. Qarşısında qurbanlar kəsiblər. O kimi öldürüb? Hansı qırğınlar eləyib? Televizyonlara baxın, Fars faşist mollaları. Biri də var,
nə də Adil Hüseynoğlu adında bir dənə xütbələrdə çıxış edən bir şarlatan var. Buradadır, yoxsa? Bilmirəm, Azərbaycanda camilərdə çıxış edir. Adil Hüseynoğlu düşüyün biri. Onun kimi çoxlara da bir onun şəklini göstərin. Onun kimilər düşüb sosial şəbəkələrdə Şah babamıza belə dedilər, qırğın oldu, nə bilim, halbuki özünün Şah İsmail'e heç bir aidiyyatı yoxdur. Tap onu. Onun heç Türk kimliyinə aidiyyatı olmayan bir şarlatandır. Qumun düz göbəyində doğulan bir anti-Türk antipotudur. Onu kimilər danışır hələ Azərbaycanda sosial şəbəkələrdə. O dövrün tarixini yazanlar Bu nə bilir Şah babası? Bunun babası. Nələr danışırlar, ağlaşma, eşidirsən, nədir? Təlimat qumdan gəlib axı. Təlimatı yayan İstanbulda Salahattin Özgündüz, Ərdəbildə Damılı, birlikdə artıq sekt hərəkətə keçib, milyardlarla para ayrılıb. Şah İsmail aşıqları çıxıb, Zahir bəy. Özdə bəyannamələrinə baxın. Adil Hüseynoğlu, Adil. Adil Hüseynoğlu, bir şarlatan. Bu nə deyir ki? Hələ onun açıqlamalarına baxın. Hətta orada sənlə mənə də bir yerdə təkrir, 3-4 yerdə təkrir eləyir. Bizi. Əlbəttə, Mən heç bunu Zahir. tanımıram. Elə bir ola bilər ki, Türkün üstünə gəlməsinlər, məndən sən orada hədəf almayaq. Xameneyi oxşuyur. Hələ baxın, hələ buna baxın. Ha, bu kimdir? Bunu bu gecə həbs olunmalıdır. Həqiqət mən Bu cürə, dəfə görürəm. yox, bu cürə, bu söhbət bunun özündən getmir, 2 qəpiklik adam deyil. Bunun kimi görür, 10 minlərlə adam var, Zahir bəy. Bu elə bəlkə qumda zatda Tohidin dostlarındandır, bəlkə orada. Hə, eyni uşaqlardır da. Nədir o? Hansı dövlət idi onların dövləti? Kərimə. Kərimə də. Kərimə də o bizim kəndə. Elə onu demək. Allah Allah. Zahir bəy, yaxşı dedim burada. Hə, bu Talih Boradicahı var ha. Bəli. Deməli, mən onun haqqında çox şey danışmamışam axı. Birinci məhzəbçilik qızışdırmaqla bağlı digər məhzəbləri təhqir edən onun açıqlamaları var ki, halbuki onu səsləndirsək, Azərbaycanda ciddi qarşıdurma olar. Eşidirsinizmi? Mən özüm səsləndirmədim. Yox, bunu saxla da, bunu saxla ki, bu... Mənə baxın, görün, bu kimdir? Hələ buna baxın, ay millət. Gör, amalı, Salahattin Özgündüz kimlərlə işləyir, ay kişi, hələ baxın. İqtirdan olan soydaşlarıma müraciət edirəm. Nə günə qalıbsınız, gör kimlər sizə rəhbərlik edir ki. Sizin dini məfkürənizi formalaşdırır. Əhli beyt mənəm, Zahir bəy. Mən müsəlmanam, Peyğəmbərimizə də, ailəsinə də, nəslinə də, soyuna da mən çox sayğılıyam. Bəli. Kimsə bunu mənə qarşı da tuta bilməz, amma sən şarlatan, mən Seyidəm, İmam Hüseyin mənim dədəmdir, ailə, şəcərə müharibəsi aparırsan kimlənsə, özdə sən İslam dünyasının %95'ine qarşı müharibə açırsan, məqsəd İslam dünyası deyil. Şia türklərlə Sünni türkləri üzə qoyub Azərbaycanı izole etmək, fars faşizmlə birləşdirib onun qucağında otuzdurmaqdır. Bu nə danışıb? Bunu mən ilk dəfə görürüm. Nələr danışmır Zahir bəy? Harada danışır? Ay Zahir bəy, mən tədqiqatçıyam həm də. Mən siyasətçi deyiləm, həm də İran üzrə mütəxəssisəm. Mən tədqiqatçıyam. Mənim araşdırmalarım biri yanlış ola bilməz. Çünki bu araşdırmanın kökü 35 illik təcrübəyə dayanır, Zahir bəy. Bildim, bu kimdir? Bu bizdən nə danışıb, nə deyib? Aya, bu nələr söyür, Zahir bəy, nə danışacaq ki? Belə müsəlman olar. Xamneyin uşağı nə olacaq? Mən həmişə demişəm də, olar, söyüş, təhqir. Sən necə müsəlmansan? Müsəlman nümunə olmalıdır, əxlaqı ilə, tərbiyəsi ilə, hətta qarşısındakı tərbiyəsiz olsa belə. Siz şeytandırlar bunlar, bunlar müsəlmandır. Zahir bəy, şeytanla üzəkdə, şeytan Hasan Sabbahdan da hələ öncə içimizdə örgütlənməyə başlayıb da. Xaşxaşilər cəryanıdır da bunlar. İslam dünyasını ələ keçirib, türkə qarşı oyma savaşıdır. Bu da onların uşaqlarıdır, bu nəslin nümayəndələridir. Mən bunu araşdıracağım, bunun haqqında növbəti verilişlərimizdə geniş məlumat verəcəm. Görək bu Azərbaycandadır ümumiyyətlə. Bunların hamısı Hasan Sabbahın burnundan düşüblər, Zahir bəy. Bəli. Onun yetirmələridir, o nəslin nümayəndəsidir. Xamneyə indi burcudur adana çıxmaq istəyir son dövrlər. Amma amılı tam bir dənə şarlatan amılı. Tam bir şarlatan Qumun əmrində, Qum da Tehranın əmrində deyil, Zahir bəy. Maraqlıdır. İran deyil ki, onu təhlil edinə gör nələr çıxacaq.
Siz fikir vermişsiniz AMALın çıxışına bir yerdə türk sözü işləmir. Biz Azərilər deyir. Pezeşkiyan deyir Türkəm, doğrudur. Bax, ziddiyyətə bax. Biri qum uşağıdır, o birisi o sistemin adamı deyil axı Pezeşkiyan. Həkimdir, bürokratdır, xalqın içində olan adamdır, onların içində formalaşmıyor. O bilmir ki, bunlarla oyun oynayır. O deyir, mən Türkəm. Bu gün də İranda bu AMALın ən böyük düşməni Pezeşkiyandır, Zahir bəy. O türk sözü işlətdiyinə görə. O deyir ki, sən özün Azəridir. AMALın lideri bilirsiniz kimdir bu dəqiqə? Səid Cəlil. Pezeşkiyanla rəqib olan. Rəqibi, bəli. Bu dəfə də qərar alıblar ki, Pezeşkiyan namizəd olsa Səid Cəlil namizəd olmasın, AMAL olsun. Və türk olduğuna görə Cuva, Azəri, Azərbaycan səsləri alsın, fars-faşizmin oyunu oynasın. AMALı. AMALı. Siz AMALı elə belə baxmayın, Zahir bəy. Fars-faşizmin molla cəryanının kral adamıdır, eşidirsənmi? Özü vilayəti fəqiqin yerinə də namizəddir, 4 nəfərdən biridir. Həm də axı Seyiddir Cuva, başı qara əmaməlidir. O postda oturan Seyid olmalıdır axı. Məsələn, Həsən Ruhani olanmaz, çünki o ağ əmaməlidir, Seyid deyil. Amma bu ola bilər, niyə? Baxın, bax, başına bax, sarığına baxın, qara. Ki, bu İmam Hüseyin nəslindəndir, Əhl-i Beytin ailəsinin nümayəndəsidir, hələ bax. Xamneydən sonra 4 namizəddən biri budur. Xamneyin oğludur, biri də budur, düşünün. Gör, bu hansı zirvədə oynayır. Bugün də oyun oynamağına baxmayın. Xamneyin oğlu Müştabanın seçilməsinə mani olan ən böyük şarlatanlardan biri də budur. Orada da o ciddi oyun gedir. 96 nəfər Məclisi Xubirqanın üzvü var. Ali Dini Şuranı, Zahir bəy. Onun %60'ı Xamneyin əleyhinədir. Necə olur? Onların biri də Şirazilərdir. Haqqında danışmışıq. Əyətullah, yadınızda gəlir? Seyyid Sadiq Şirazilər. Məhəmməd Şirazi. Məhəmməd Şirazinin qızının əri də Londonda Azərbaycan səfirliyinə girən. Xatırlayırsınız, bu haqda danışmışıq. Bəli, yadımdadır. Şiraziləri tərifləyən kimdir? Televizyon proqramlarında Səlahiddin Özgündüz. Allah tərifləyir. İrandan danışanda Cuva İranın siyasətini Azərbaycana qarşı tənqid edir, Cuva oyun oynayır. Orada da deyir, orada da çox sağlam əyətullalar var. Məsələn, Sadiq Şirazi, Səlahiddin Özgündüz, sənin hardan çıxırsan, biz görmürük. Bax, bunlara bax. Harada gedib çıxırlar bunlar? Batının qum üzərindən qurduğu 4-cü, bəlkə də 2-ci güc mərkəzidir. Zahir bəy bunlar. Ən böyük düşmənləri, məqsədləri Azərbaycanla Türkiyənin üzrə qoymaqdır. Ələvilər, Cəfərilər üzərindən Türkiyəni örgütləmək, Azərbaycan türklərini Şiə adından Fars faşizmlə birləşdirmək, Ələvilərlə oradakı Cəfərlərlə bütünləşdirib Türkiyəni içərdən sarsıtmaq. Zahir bəy, Türkiyə içərdən sarsılarsa, Türk dünyası sarsılar. Şarlatanlar onu, teorini gözəl bilirlər. Amma onlar bilmir ki, onların kitabları okunur. Onlar bilməlidir, onlar heç nə edə bilməz. Amalı, sən böyük bir şarlatan əməlinlə bəzi məqamların da açılmasına imkan yarattın. Səlahiddin Özgündüz, hazırlaş. Sən Türkiyə yargısı qarşısında cavab verəcəksən. Buradan da Mübariz Mənsumova da xəbərdarlıq edirəm, Zahir bəy. Yetər artıq Mübariz bu fırıllaqlara, Azərbaycana qərs planında iştirak elədiyin. Şəhid ailələri, Mübariz Mənsumov haqqında danışıram. Bu Taleh buradigahları, mozadigahlarından Azərbaycana qarşı qərs planında iştirak etdiyinə son qoy. Elə də mən sənin 5 il bundan qabaq sənin haqqında verdiyim açıqlamaları təkrarlayayım. Yetər artıq Azərbaycana qarşı çıxdınız. Yetər siz bu ölkədə at oynadınız. Çox sağ olun. Bu yerdə Zahir bəy. Bəli. Bugün Laçın zirvəsi haqqında 2-3 fikir səsləndirmək istəyirəm. Laçın zirvəsi yadınıza gəlir? Şuşa bəyannəməsi var idi, zirvəsi oldu 2021-də. Doğrudurmu? Bəli. O Türk birliyinin mesajı idi, Zahir bəy. O görüş Türk birliyi ondan sonra təşkilatlanmağa başladı. Bugün Laçın zirvəsi Türk İslam birliyinin müjdəsidir, Zahir bəy. Bunu hər kəs belə bilsin. Pakistan da orada. Bugün Pakistan
Türkiyə-Azərbaycan bir yerdə Türk-İslam birliyinin bəyanatını verdilər. Onun görüntüsünü yarattılar və İslam dünyasının ayaqları altında qalan Fars faşizm yaxın zamanlarda diz çöküb mələr səhralıqlarda sürünəcək. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun, əziz dostlar, dəyərli izləyicilər, bir daha müstəqillik günümüz qutlu olsun. Dünya durduqca bayrağımız dalğalansın. Bir moment, üzr istəyirəm. Sabah İstanbulun fəth günüdür Zahir bəy. 29 Mayıs 1453. Bəli. 13 rəqəmli gün, il 1453, 13. Türk dünyasının 13 ən sevimli rəqəmidir. Batının 13-dən zəhləsi ona götür, hər yerdə onu silir. Amma siz sahiblənin 13 rəqəminə, Türk övladları, o sizin rəqəminizdir. 1453-dür. Qutlu olsun İstanbulun fəthi böyük Türk millətinə. Amin. Sağ olun. Çox sağ olun. Bayramımız mübarək. Sağ olun.